Salam hörmətli şagirdlər, biz bu günlərim 11-ci siniflər üçün növbəti sınavın izahına baxırıq. Bir nömrəli sualda görə bizə nə deyir? Deyir 9 çıxaq 4 üstündə loqaritma 8 əsasdan 27 ifadəsinin qiymətini deyir tap. Biz burada nə edəcəyik? Yazırıq 9 çıxaq 4 2 üstü 2 deməkdir. Loqaritma bu 8 əsasdan da 8 2 üstü 3'dür. 27 isə 3 üstü 3 deməkdir. Bərabər yazırıq 9 çıxaq 2 üstü 2. Burada nə olur? 2'nin qüvvətindəki 3 qarşıya 3'də 1 kimi keçir. 3'ün qüvvətindəki 3 isə elə olduğu kimi keçir. Loqaritma xassəsinə əsasən burada da loqaritma 2 əsasdan 3 olur. Buradan 3'lər ixtisar gedir. Qalır nə? 9 çıxaq deməli 2 üstü 2 loqaritma 2 əsasdan deməli neçə 3 bu da bərabərdir. Deməli biz belə bir qayda bilirik ki, a üstü n üstü m nəyə bərabərdir? Biz bilirik ki, bu a üstündə m vuraq m-ə bərabərdir. Burada da nə yazırıq? Yazırıq 9 çıxaq 2 üstündə 2 loqaritma 2 əsasdan 3. Burada da 2 3'ün qüvvətinə qalxır loqaritma xassəsinə əsasən olur 9 çıxaq loqaritma daha doğrusu 9 çıxaq 2 üstündə loqaritma 2 əsasdan 3 üstü 2 bizə neçəni verir? 9'u verir və biz loqaritmanın belə bir qaydasını bilirik ki, xassəsinə a üstündə loqaritma əsasdan b nəyə bərabərdir? B-yə. Burada da deməli nə olur? 9 çıxaq. Bax bunun cavabı nəyə bərabər olur? Elə 9'a 9 çıxaq 9 o da bizə nəyə verir? 0 verir. Bu da olur hansı bənd? B bəndi olur. Keçdik 2 nömrəli suala baxaq. 2 nömrəlidə bizə deyir ki, radiusu R olan dairəyə aid olan və aid olmayan nöqtələr göstərilibdir. Təsadüfi seçilmiş 2 nöqtənin dairənin mərkəzindən radiusundan kiçik olan məsafədə yerləşməsi hadisəsinin ehtimalını tap. Biz görürük ki, burada ümumilikdə 6 dənə nöqtə var. Hadisənin ehtimalını tapanda biz bilirik ki, əlverişli halların sayını mümkün halların sayına bölürük. Ümumilikdə mümkün halların sayını tapaq. Bu kombinizon 6'dan 2'yə bərabərdir. Nəyə görə 6'dan 2 olur? Çünki orada 2 nöqtənin deyir, dairə mərkəzindən radiusundan kiçik olan məsafədə yerləşməsi ehtimalını istəyir. Burada da əlverişli hallara da radiusdan kiçik məsafədə 3 dənə nöqtə var. Ondan ikisini istədiyinə görə sürətdə, yəni əlverişli halların yerində isə kombinizon 3'dən 2 olur. 3'dən 2 bizə 3'ü verir. Kombinizon 6'dan 2 isə bizə 15'i verir. Burada da ixtisar gedir. Qalır neçə? 5'də 1. Bu da olur hansı bənd? E bəndi olur. Keçdik 3 nömrəli suala baxaq. 3 nömrəlidə birinci tənlikdə orada nə edərik? Y-ə ortaq vuruq çıxarsaq qalır x çıxar 2 y bərabərdir 12'yə. Digər isə x çıxar 2 y nəyə bərabərdir? 4'ə bərabərdir. Burada x çıxar 2 y-in yerinə 4 yazsaq olur 4 bura y bərabərdir 12'yə. Y də bərabərdir 3'ə. Gətirib burada yerinə yazsaq x çıxar 2 ilə 3'ün 6 bərabərdir 4'ə. X də bərabərdir neçə? 10'a. Bizdən də x, y-in hasilini istəyir. O da 3 dəfə 10 neçə edir? 30 edir. Bu da olur hansı bənd? A bəndi olur. Keçdik 4-cü suala baxaq. 4-cü sualda bizə nə deyir? Deyir könlünün 80 manat pulu var idi. O pulun 5%-dən dəftər aldı. Könlünün deyir neçə manat pulu qaldı. Hər bir şey bizim üçün 100%. 5%-nin bu xərcliyətisi onda deməli 95% qalıb. Onda biz 80 95%-ni taparıq. 80 vuraq 95 bölək 100. 100 ilə 80 ixtisar gedir. 20'yə burada 4 burada 5. 5 ilə 95 gedir. Burada 19 burada 1 qalır. 19 4'ə vurub 1'ə böləndə edir 76. O da olur hansı bənd? C bəndi. Keçdik 5 nömrəli suala baxaq. 5 nömrəlidə bizə deyir ki, A 4'dən böyük bərabərdir, 7'dən isə kiçik bərabərdir. Bizə nə verib? Kök altında A çıxaq 4'ün kvadratı, üstə gərək nə verib? Kök altında A çıxaq 7'nin kvadratını verib. Burada kvadratla kök gedir, burada da kvadratla kök gedir və biz bilirik ki, cüt dərəcədən kökün altından modulda çıxır. Modulda A-4 üstəgən modulda A-7 bərabərdir. Burada yazılmışsa kökün dərəcəsi 2 deməkdir. Yəni kökün dərəcəsi cütdür. Bu indi biz birinci bolları moduldan çıxartmaqdan ötürü modulun içərisindəkilərin belə deyək işarəsini təyin etməliyik. Burada A 4'dən böyük bərabər 7'dən kiçik bərabər olduğu üçün birinci modulun içi müsbətdir. Ona görə olduğu kimi açılır. A çıxaq 4 olur. İkinci modulun için mənfi olduğu üçün yerlərini dəyişir. 7 çıxaq şəklində olur. Buradan A'lar getdi. Mənfi 4'ün üstündə 7 gəlir. Bu bizə neçəni verir? 3'ü verir. Aha, bu da oldu hansı bənd? A bəndi oldu. Keçdik buradan hansı suala baxırıq? 6-cı suala. 6'da bizə nə deyir? Deyir üçbucağın orta xətti. Bir dənə üçbucaq çəkək. Bu da bunun orta xətti olsun. Deyir paralel olduğu tərəfdən 8 cm kiçikdir. Onda bu orta xətt x isə deməli onda paralel olduğu tərəf, yəni bax bu tərəf bundan 8 cm nədir? Böyükdür. Yəni x plus 8'dir. Bizə deyir ki, üçbucağın bu tərəfi ilə orta xəttin uzunluqları cəmini tap. Biz nə edirik? Biz bilirik ki, orta xətt, yəni x burada nəyə bərabərdir? X plus 8
8'in yarısına, yəni bölü 2'ye. Bu məxrəcin bir kimi bax çarpaz vursa x plus 8 bərabərdir 2x-ə. X-i bu tərəfə keçirsək sağa tərəf x bərabər olur 8'ə. Demək onda ortaq hədsin 8'dir. Ortaq həddi 8'dir. Paralel olduğu tərəf isə 16'dır. Bizdən də bunların cəmi istəyir. 8 onda 16'nın cəmi 24 edir. O da edir C bəndi. Keçdik 7 nömrəli sualı. 7 nömrədə bizə nə deyir? Perimetri 48, uzunluğu 13 olan düzbucaqlının sahəsini tap. Bir dənə düzbucaqlı çəkək. Deməli uzunluğu neçədir? 13'dür. Bura 13'dürsə burada 13'dür. Çünki düzbucaqlının qarşı tərəfləri bərabərdir. Enini bilmirik x-dir. Perimetri deyəndə bunları cəmləyirik. Yəni 2x plus 26 bərabərdir 48'ə 2x bərabərdir. 48'dən 26 çıxanda burada qalır. Deməli 22 x də bərabərdir neçə? 11'ə. Deməli düzbucaqlının eni 11'dir. Sahəsini də tapanda enin uzunluğuna vururuq. 11'ə 13'ə vuranda neçə edir? 143 edir. O da olur hansı bənd? B bəndi olur. Keçdik buradan hansı sualı? 8 nömrəli sualı. 8'də bizə nə deyir? Deyir 4a üstü 4 üstəgəl 1. Sualısını deyir vurğulara ayırın. Biz özümüzdən burada hədd əlavə edib hədd çıxarışıq. Hansı həddə əlavə edirik? İndi onu müəyyənləşdirməliyik. 4a üstü 4 nəyin kvadratıdır? 2a kvadratının kvadratıdır. Bəs 1 elə bir də 1'in kvadratıdır. Bax biz indi bu ikisinin hasilinin 2 mislini, yəni 4a kvadratını əlavə edib və çıxırıq. Bu üçündən biz nə görürük? Görürük ki 2a kvadrat üstəgəl 1'in kvadratının açılışda çıxaq. Bir dənə qaldı orada 4a kvadrat. Biz indi burada bax bu ikisinin kvadratlar fərqini əsasən açsaq, onda 2a kvadrat üstəgəl 1 çıxaq 2a olur. Bir də 2a kvadratı üstəgəl 1 üstəgəl 2a olacaq. Bu da baxırıq ki hansı bənddədir? A yox, B yox, C bəndindədir. Doğru cavab C'dir. Keçdik 9 nömrəli suala baxaq. 9'da görə bizə nə deyir? İlk öncə biz burada şəkil çəkək. Deməli. Şəkil çəkək burada. Belə bu belə. Buradakı bucaq. Deməli 60 dərəcədir. Bunu burada kənarda göstərək. Burada deməli neçədir? 45 dərəcədir. Burada 45 dərəcədir. Aha. Bizə deyir ki, müstəvidən 4 kök altda 2 məsafədə yerləşən nöqtədən bu müstəvi ilə 45 dərəcə bucağı əmələ gətirən 2 mail çəkilibdir. Maillər çəkilibdir. Deyir ki, maillər arasındakı bucaq 60 dərəcə olursa, oturacaqlar arasındakı məsafəni tap. Yəni bax bizdən buranı istəyir, yəni x istəyir. Burada 4 kök altda 2'dir. Deməli burada biz nə görürük? Onda bax bu hissədə 45 dərəcədir. Bu düz bucaqlı üç bucaqdır. Bax biz burada bir düz bucaqlı üç bucaq görürük. Düzdür. Bax bizim belə bir burada düz bucaqlı üç bucağımız var. Və burada da biz görürük ki bu bərabər yanlı düz bucaqlı üç bucaqdır. Bərabər yanlı düz bucaqlı üç bucaqda hipotenuz katetin kök altda 2 misli olur. Onda burası 8'dir. Həmçinin burada yenə 45 dərəcədir. Bu da yenə bax bu hissədə bir bərabər yanlı düz bucaqlı üç bucaqdır və burada da deməli hipotenuz katetin kök altda 2 mislidir. Burada 8'dir. Və biz indi burada nə görürük? Biz burada ümumilikdə bir dənə bax belə bir bərabər tərəfli üç bucaq görürük. Çünki bu iki mail bir-birinə bərabərdir və buradakı bucaq da neçə dərəcədir? 60 dərəcədir. Onda burada 60'dır, burada 60'dır. Ona görə bu bərabər tərəfli üç bucaqdır və burada neçə olur? 8 olur. O da olur hansı bənd? B bəndi. Keçdik 10 nömrəli suala baxaq. 10 nömrəlidə görə bizə nə deyir? Deyir 40 dərəcə mərkəzi bucağa uyğun dairə sektorun sahəsi 12 olarsa dairənin sahəsini tap. Sektorun sahəsi biz bilirik ki necə idi? S sektor bərabər idi. Nə? Pi kvadratı alfa bölü neçə idi? 360 dərəcə idi. Gətirib yerinə yazsaq 12 bərabərdir. Burada nəyə? Pi kvadratı vuraq 40 dərəcə bölü 360. Burada 360'dan 40 ixtisar getdi. 40'a burada 1, burada 9. Bizdən dairənin sahəsini istəyir. O da pi kvadratıdır. Bizdən bax bunu istəyir. Burada 12'nin məxrəci 1 kimi bax çarpaz vursaq, onda pi kvadratımız nəyə bərabərdir? 12'nin 9'a vuranda 108 edir. O da olur hansı bənd? B bəndi olur. Keçdik 11'ə. 11'də görə bizə nə deyir? 11'də bizə veribdir ki, sürətdə nə verib? 4 plus 2i verib, məxrəcdə isə 2i verib. Deyir, komplekslərdən modulunu tap. Biz ilk öncə bunu cəbri şəkildə yazmalıyıq. Ona görə sürətdə məxrəcdə biz nəyə vuruşuyuq? 2i'yə vuruşuyuq. Sürətdə məxrəcdə 2'yə vururuq. Məxrəcdə olur 4i kvadratı. Sürətdə vurmanın polimer qanunu əsasən vurulbaşlıq olacaq 8i üstəgəl 4i kvadratı. i kvadratda bildik ki, mənfi 1'ə bərabərdir. Ona görə məxrəcdə mənfi 4 olur. Sürətdə isə 8'i çıxaq 4 olur. Sürətdəki hər birinin məxrəci ayrı-ayrı bölsək olur mənfi 2 üstəgəl 1 olur.
Bunda deməli modulunu tapanda indi bax bu cəbri şəkildədir. Modulunu tapanda bax burada -2-nin kvadratı neçə eləyir? 4, 1-in kvadratı neçə eləyir? 1 eləyir. Bunların kökaltı kvadratları cəmini tapırıq. O da kökaltda 5 eləyir. O da olur hansı bənd? E bəndi olur. Keçdik 12 nömrəli suala. 12 nömrədə bizə nə deyir? Deyir ki, A parametrin hansı qiymətində sinüs x bərabər 4A çıxaq 9 təninin həlli var. Biz bilirik ki, sinüs x-in aldığı qiymətlər -1-1 arası olmalıdır. Onda deməli 4A çıxaq 9 da -1-dən 1-in arasında olmalıdır. Hər tərəfə 9 əlavə edilsə, onda 8 kiçik bərabərdir 4-ə, o da kiçik bərabərdir 10-a. Hər tərəfə 4-ə bölsə, A böyük bərabərdir 2-dən, kiçik bərabərdir 2, onda 5-dən. Deməli, A bu aralıqda olmalıdır, bu qiymətlər olmalıdır. O da olur hansı bənd? D bəndi. Keçdik buradan nəyə? 13 nömrəli sualı. 13 nömrədə bizə nə verir? Veribdir ki, A3 bərabərdir 12-yə, A13 neçəyə bərabərdir 52-yə. Bizə deyir ki, siz sən birinci həddən tapın, yəni A1-i tapın. Biz bilirik ki, A13 üçün belə bir düstur bilirik ki, A13 nəyə bərabərdir? A3 üstə gəlir 10 deyə. Gətirib burada yerinə yazsaq olur nə? 52 bərabərdir 12 üstə gəlir 10 deyə. Burada 10 d bərabərdir neçəyə? 40-a. D də bərabərdir neçəyə? 4-ə. İndi bizdən nə istəyir? Birinci hədd istəyir də. Onda A3 bərabərdir nəyə? A1 üstə gəl 2D şəklində yazsaq. A3-ümüz neçədir? 12-dir. Bərabərdir. A1 üstə gəl 2 dəfə də 4-üm neçə edir? 8. Axı D-miz 4-dür. Onda A1-imiz də neçəyə bərabərdir? 4-ə. O da olur hansı bənd? E bəndi olur. Keçdik buradan növbəti 14 nömrəli suala baxaq. 14 nömrəli sualda bizə nə deyir? İlk öncə biz şəkil çəkək burada. Deməli. Belə bir şəkildir. Bir dəqiqə. Şəkil bu şəkildədir və bizə deyir ki, oturacaqları 6 və 12 olan düzbucaqlı trapeziyanın daxilinə çəkilmiş çevirən radiusunu tapın. Və bu düzbucaqlı trapeziyada oturacaqları da 6 və 12-dir. Bizdən bunun daxilinə çəkilmiş çevirən radiusunu istəyir. Biz nə edərik? Biz buradan bura bir hündürlük çəkərik. Bura 6-dırsa, burada neçədir? 6-dır. Onda ümumi uzunluq 12 deyən, bura 6-dırsa, bu hissəyə də 6 qalır. Bura h-dır, burada x-dir. Biz bilirik ki, dördbucaqlının daxilinə o vaxt çevrə çəkir ki, onun qarşı tərəfdən uzunluqları cəmi bir-birinə bərabər olsun. Yəni h-la x-in cəmi deməli 12 ilə 6-ın cəminə bərabərdir, yəni 18-ə. H da burada nəyə bərabərdir? 18 çıxaq x-ə. Bura h-dırsa elə bura da h-dır. H-ımız da neçədir? Burada 18 çıxaq x-dir. Biz indi burada nə görürük? Biz burada bir dənə düzbucaqlı üçbucaq görürük. Bax, bir dənə belə bir düzbucaqlı üçbucağımız var. İndi biz burada nədən istifadə edirik? Biz burada Pifaqor teoremindən istifadə edirik. Biz bilirik ki, 6-ın kvadratı üstə gəl 18 çıxaq x-in kvadratı bərabərdir nəyə? X kvadratına, Pifaqor teoreminə görə. Bu da 6-ın kvadratı 36 üstə gəl 324 çıxaq 36x üstə gəl x kvadrat bərabərdir x kvadratına. Buradan x kvadratları getdi. 36x-i sağa keçirsək 36x bərabərdir 324-ün 36-ın cəmi edir 360, x də bərabərdir 10-a. Deməli, burada x-imiz 10-dur, bura 6-dırsa, onda burada 8 imiş. Deməli, bax, bu çevrənin diametri neçəyə bərabərdir? 8-ə bərabərdir. Diametrinə hündürlüyü elə bir-birinə bərabərdir. Radiusda diametrin yarısıdır, 8-in də yarısı neçədir? 4 edir. Cavab olur 4. Keçdi indi 15 nömrəli suala baxaq. 15-də nə verir? Sürətdə verib x-7-nin kvadratı vuraq. X plus 5, məxrəcdə isə veribdə x minus 5 kiçik bərabərdir 0-a. İndi biz bunun sıfırlarını tapaq deyə bərabərsə ödəyən tam həllərin sayını tapın. Biz bunun sıfırlarını taparıq. X minus 7-nin bərabər edəcəyi sıfıra. X bərabərdir neçə? 7. 7-nin yanına bir t yazırıq. T nəyə bildirir burada? Yəni təkrarlanan kökdür. Onu nəyə əsasən biz deyirik? Çünki qüvvət cütdür. Qüvvət cüt olanda biz bunu təkrarlanan kök kimi götürəcəyik. X plus 5-i bərabər edirik sıfıra. X nəyə bərabərdir? Mənfi 5-ə. Bir də x minus 5 bilirik ki, məxrəc fərqlidir sıfırdan. X də fərqlidir neçədən? 5-dən. Təzədən burada nə edərik? Biz ədəd oxu çəksək. 5-i qeyd edək. Yox, burada bizim bir mənfi 5-imiz də var. Özdə içi dolu dairə ilə qeyd edirik. Sonra 5-i qeyd edirik içi boş dairə ilə. Sonra 7-ni qeyd edirik içi dolu dairə ilə və 7-yə bir t də yazırıq. Çünki bu təkrarlanan kökdür. İndi burada baxırıq ki, x-in əmsalı burada müsbət, burada müsbət, burada müsbətdir. Vuruq. Deməli, burada
X-in əmsalı müsbət deyən sağdan birinci müsbət qoyuruq. Sonra mənfi qoymalıydıq, amma bu 7 təkrarından kökdən yenə müsbət gəlir. Sonra mənfi, sonra müsbət gəlir. Bizə hansı hissə lazımdır? Bizə mənfi hissə lazımdır. Düzdür? Burada onda həllimiz nə olacaq? Mənfi 5-dən 5 olacaq. Bir də birləşir təkcə 7-nin özündə götürəcək. Çünki 7 orada təkrarından kökdür və həllə daxildir ona görə. İndi bu aralıqda deyir, ödəyən tam ədədlərin sayını tapın. Onda biz də necə tapacaq? 5-dən mənfi 5-i çıxacaq və bir də 1 gələcək üstünə 7-ni. Yəni 7, bir dənə də həllimiz 7-dir də ona görə. Bu bizə 10 verir, üstündə bir gəndə neçə verir? 11 verir. Cavab neçədir? 11-dir. Keçdik 16-ya baxaq. 16 bizə deyir, A parametrin hansı müsbət qiymətində Gx bərabərdir? Nə verir bizə? 2A çıxaq 7, X kvadratı çıxaq A-1, X üstü 5, bir də nə verir orada? 4pi verir. Yəni deyir, funksiyası J1 bərabərdir, nə olar? 4pi üstəgəl 11 olar. İndi biz nə edək buradan? Gəl biz burada J1'i tapaq. J1 nəyə bərabər olacaq? X'in harada X varsa yerinə 1 yazacağıq. Onda nə olacaq? 2A-7-ni 1'in kvadratı elə 1 edir. 1'ə vuranda elə 2A çıxaq 7 edir. 1 üstü 5'in 1'dir. A-1'ə vuranda A-1. İndi mötərizəni açanda çıxaq A üstəgəl 1 olur. Üstəgəl neçə? 4pi. Buradan J1 nəyə bərabər olur? Bərabər olur A çıxaq 6 üstəgəl 4pi. Bu ikisini bir-birinə bərabərləşdirərik. Çünki J1 bunlara bərabərdirsə, onda deməli bax bunlar özləri də bir-birinə bərabərdir. A çıxaq 6 üstəgəl 4pi nəyə bərabər olacaq? 4pi üstəgəl 11-ə. Düzdür? Buradan 4pi'lər getdi. A çıxaq 6 bərabərdir neçəyə? 11-ə. A da bərabərdir neçəyə? 17-yə. Bizdən A-nı istəyirdi. A-mız da 17-dir. Doğru cavab 17 olur. Keçdik 17 nömrəli suala. Bizə deyir ki, həcmi 216 kub metr olan kubun diagonal kəsim sahəsinin 3 kökatda 2-də 1 mislini tapın. Biz bilirik ki, kubun həcmi V bərabərdir A kubu ilə tapılır. Onda deməli A kubu 216'ya bərabərdirsə, A'mız özü 6'dır. Kubun diagonal kəsim sahəsi S bərabərdir A kvadrat kökdə 2 ilə tapılır. O da A'mız 6'dır, kvadratda 36 kökdə 2 edir. İndi bizdən bunun bax o mislini istəyir. Yəni 36 kökdə 2-ni vuracaq 1 bölü 3 kökdə 2'yə. Buradan kökdə 2'lər getdi. 3'dən də 36 getdi. 12 1. 12'ni də 1'ə vurub 1'ə bölündə neçə edir? 12 edir. Cavab 12 olur. Keçdik 18'ə. 18'də biz nə edəcəyik? Bax, o birincidə kosinus kvadratı 12 var. Ha. Onu biz sinus kvadratı 78 şəklində yaza bilərik. Çünki 90'dan neçə çıxanda 12 qalır. 78 çıxanda 90 çıxaq olanda da biz bilirik ki, ad dəyişir. Kosinusdursa sinus olur. Sonra digər bax bu ikisindən biz nə alırıq? 3'ü ortaq vuruq çıxardarıq və o kosinus kvadratı 35'in yerinə sinus kvadratı 55 yazaram. Üstəgəllə kosinus kvadratı 55. Bir də üstəgələk nə olacaq orada? Kosinus kvadratı neçə? 78. Bax, bu sinus kvadratı 78'in, kosinus kvadratı 78'in cəmi bizə 1'i verir. Çünki orada bir eyniliyimiz vardır. Sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa nəyə bərabərdir? 1'ə. Bu ikisinin də cəmi bizə 1 verir. 1'i də 3'ə vuranda neçədir? 3. 1-lə də 3'ün cəmi neçədir? 4. Cavab neçəyə bərabərdir? 4'ə. Keçdik 19 nömrəli suala baxaq. 19'da bizə nə verir? Deyir ki, NA bərabərdir nəyə? MB çıxaq 5'ə. Düzdür. Sonra bizə veribdir ki, NA fərqi B-miz neçəyə bərabərdir? 3'ə. Sonra bizə veribdir ki, NA kəsişir B bərabərdir neçəyə? 4'ə. Bizdən nə istəyir? NA birləşir B-ni istəyir. Düzdür. Bizdən bax bunu istəyir. Hə, indi biz burada nə edəcəyik? Biz bilirik ki, NA-nın belə bir düsturu var. NA nəyə bərabərdir? NA fərqi B, üstəgəl nə idi? NA kəsişir B. Bax, biz bu düsturu bilirik. Düzdür. Burada indi nə yazacağıq? Yazacağıq ki, onda NA bərabərdir. NA fərqi B-miz 3'dür. NA kəsişir B 4'dür. Cəmdə neçə edir? 7. Gətirib bax, burada yerinə yazsaq, onda nə olacaq? 7 bərabərdir. MB çıxaq 5. Buradan da MB-miz neçəyə bərabərdir? Bəs 12 olacaq. Sonra bizdən NA birləşir B-ni istəyir də. Onun da belə bir düsturu var. Biz bu düsturları əzbər bilməliyik. Nədir? NA üstəgələk nə? MB düzdür. Çıxaq nədir? Çıxaq NA kəsişir B-dir. NA kəsişir B. Aha, gətirib yerinə yazsaq, onda NA birləşir B-miz nəyə bərabərdir? Bərabərdir. NA-mız neçə oldu? 7. MB-miz də 12 oldu. Çıxırıq neçəni? 4'ü.
Bu da bizə neçəni verir? 15'i. Cavab oldu 15. Keçdik sonra 20 nömrəli suala. 20'də bizə nə verib? Veribdir ki, a kvadrat üstə gəl 3 bölək a bərabər 4'ə bizdən nə istəyir? Bizdən a üstə 6 üstə gəl 27 məxrəcdə isə a kubu. Bax, bizdən bunu istəyir. Bax, biz bu surətdəkilərin hər birini məxrəcə bölsək, a kvadratını a-ya böləndə elə a qalır. Üstə gələk 3'ü bölək a bərabərdir neçəyə? 4'ə. İndi burada da bölsək, a üstə 6'nı a kubuna böləndə a kubu qalır. Üstə gəl neçə olur? 27 bölək a kubu. Bax, bizdən bunu istəyir. Biz belə bir müxtəsər vurma düsturundan çıxan nəticə düsturunu bilirik. A kubu üstə gəl b kubu nəyə bərabərdir? A üstə gəl b-nin kubu. Çıxaq 3a b vuraq nədir? A üstə gəl b-dir. Aha. İndi biz buna əsasən onda biz burada nə yazacağıq? Yazacağıq ki, a kubu üstə gəl 27 bölək a kubu nəyə bərabərdir? Bərabərdir a üstə gəl 3 bölək a-nın kubu. Çıxaq 3 vuraq a vuraq 3 bölək a. Bir də vuraq mötərizədə nə olacaq? A üstə gəl 3 bölək a. Burada da gətirib yerinə yazsaq. A üstə gəl 3 bölək a 4'lü kubu edir 64 çıxaq. Buradan a-lar ixtisar getdi. Qaldı 3 vuraq 3 vuraq 4. Bu da 9, 9'da 4'ə vuranda 36, 64'dən də 36 çıxanda qalır 28. Bu da olur 28. Keçdik deməli 21 nömrəli suala. 21'də nə verir? 9 üstündə x plus 1 çıxaq 90 vuraq 3 üstü x. O kiçikdir -81'i sağa keçirsək, orada üstə gəl 81 kiçikdir 0 qalır. Bu 9'u biz 3 üstü 2 kimi yazsaq və qüvvətində də x plus 1 var. O 2'ndə x plus 1'ə vuranda edir 2x plus 2. Çıxaq 90 vuraq 3 üstü x. Üstə gəl neçə? 81 kiçikdir nədən? 0'dan. Bu da bu bizə nə verir? 9 vuraq 3 üstü 2x verir. Çıxaq 90 vuraq 3 üstü x. Üstə gəl 81 kiçikdir neçədən? 0'dan. Hər tərəfi 9'a bölsək, onda 3 üstü 2x. Çıxaq 10 vuraq 3 üstü x. Üstə gəl 9 kiçikdir nədən? 0'dan. Biz burada indi nə edərik? 3 üstü x-ə bir t desək, onda nə yazırıq? T kvadratı burada 2'dir. Aha, çıxaq 10t üstə gəl 9 kiçikdir nədən? 0'dan. Biz indi bilirik ki, burada verilmiş teoreminə əsasən t1 üstə gəl t2 nəyə bərabərdir? 10'a, t1 vuraq t2 də neçəyə bərabərdir? 9'a. Hansı ədədlərdir vuranda 9 toplayanda 10 edir? 1-dən 9. Deməli, onda biz başa düşürük ki, burada ədəd oxu çəksək, 1'i də qeyd edirik, 9'da qeyd edirik. İntervallara bölsək, burada t kvadratının əmsal müsbət deyən sağdan birinci müsbət, mənfi müsbət qeyd edilir. Bizə mənfi hissə lazım deyən, deməli t-miz başa düşürük ki, burada 1 ilə 9'un arasındadır. Düzdür? Yəni t 1'dən böyük 9'dan kiçikdir. T ilə də biz nə işarə eləmişdik? 3 üstü x-ə bir t demişdik. Gətirib orada t-nin yerinə biz nə yazarıq? 3 üstü x yazarıq. Böyükdür nədən? 1'dən kiçikdir 9'dan. 1 3 üstü 0 deməkdir. Bunları 3'ün qüvvəti ilə əvəz edərik. Kiçikdir 3 üstü x-dən, o da kiçikdir 3 üstü 2-dən. Deməli, əsaslar eynidir. Biz buradan başa düşürük ki, deməli, x 0-dan 2'nin arasındadır. Onda həllimiz nə olur? 0 2 olur. Bizdən də bərabərsiz həll edin deyildi. Ona görə həllimiz də 0 2 oldu. İndi buradan keçdik neçənci suala? 22-ci suala. 22'də bizə nə verib? 5 vuraq modulda x minus 3. Çıxaq, deməli nə verib? X kvadrat çıxaq 4x üstə gəl 3. Bərabərdir nəyə? 0'a. Bax, biz bu modulu sağa keçirsək, onda nə olur? 5 vuraq modulda x minus 3 bərabərdir. Modulda x kvadrat çıxaq 4x üstə gəl 3. Yəni, düzdür. Burada nə yazıram? 5 vuraq modulda x minus 3 bərabərdir. Bunu vuruqlara ayırsaq, bax, v-yə əsasən x1 üstə gəl x2 4'ə bərabərdir. x1 vuraq x2 isə neçəyə bərabərdir? 3'ə. O da toplayanda 4 vuranda 3 eləyən ədədlər 1-dən 3'dür. Ona görə biz bunu belə yazacağıq. x çıxaq 1 vuraq nə yazacağıq? x çıxaq 3. Bu şəkildə yazacağıq. Burada da nə olacaq? 5 vuraq modulda x minus 3 bərabərdir. Biz bunu ayrı-ayrı modullarda yazsaq, modulda x minus 1 vuraq modulda x minus 3 olur. Bu iki modul bir-birinə ixtisar gedir və biz ixtisar gedən modulu bərabər edirik 0'a. Burada nə qaldı? X minus 1 bərabərdir neçə qaldı? 5. Onda bir dəfə x minus 1'i 5'ə bərabər edəcək. X olacaq 6. Bir də x minus 1'i bərabər edəcək -5'ə. X də bərabərdir neçə? -4'ə. Və həmçinin bax bu modulda 0'a bərabər eləmişdik. Onda deməli x minus 3'ün özü 0 imiş. X də nəyə bərabərdir? 3'ə. Bizə də nə deyir? Deyir tənin köklər zəmini tap. 6'nın üstünə nəyə gəlir? -4'ü üstündə 3 gəlir. Bu da bizə neçəni verir? 5'i verir. Bu da belə. Keçdik indi buradan 23 nömrəli suala. 23'də bizə nə verir?
Bax, bizə burada veribdir. Bax, biz burada nə ortaq vuruq çıxardaq? Hər ikisindən eyni. Onda nə olur? Əbub, n vuraq. Əbub neçə qalır orada? N plus 7, bir də neçə qalır? N plus 8. Bərabərdir neçə? 2. Deyirsən, ay müəllim, bunlar ardıcıl ədədlərdir. Ona görə bunlar qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərin əbubu 1-dir. 1-i də yenə vuranda neçə edir? N. N bərabərdir neçə? 2. N-i 2 tapdımı? Gətirib burada əbubda yerinə yazacağım. Onda olacaq əbub. Orada gətirib yazanda 2-nin kvadratı 4. 4-ə vuranda 16. Altda da 2 edir 12. Üstündə 16 gəndə edir 28. Digərində də 16. Üstə gəl 2 dəfə onun 20 edir 36. Bunların da əbubu neçə olur? 4 olur. Cavab deməli neçəyə bərabərdir? 4-ə bərabərdir. Keçdik buradan 24 nömrəli suala baxaq. Deyir, qrafikdə kitabları eyni gündə satmağa başlayan Mirzə və Jalənin hər gün sonunda qalan kitabların sayının günə görə dəyişməsi verilibdir. Bizə nə deyir? Mirzə və Jalənin qalan kitabları bərabər olduqda Jalə nə qədər kitab satmışdı? Deməli, bax, Mirzə ilə Jalə kitab satırlar. Burada da indi bax bu x günlərin sayını bildirir. Y-də kitab. Bax bu birincidə bax buradan görürük ki Mirzə deməli 12 günə 360 dənə kitab satmalıdır. Onda bir günə görə nə qədərdir? Olsun k. Bir günə k dənə satırsa, onda buradan çarpaz vursaq k-mız olacaqdır 30. Deməli Mirzə bir günə 30 dənə kitab satır. Jalə isə 20 günə neçə dənə kitab satmalıdır? 200 dənə. Onda bir günə də m olsun. Çarpaz vursaq m də bərabər olacaq 10-a. Deməli Jalə də bir günə 10 dənə kitab satır. İndi bunlar tutaq ki T-ninci günündə T gün kitab satandan sonra bunların kitabları nə olur? O qalan kitabları bir-birinə bərabər olur. İndi gəl belə edək. Görək bunlar bu T gün kitab satandan sonra bunların nə qədər kitabı qalır? Bax, Mirzə bir günə 30 dənə kitab satırsa, onda T günə 30 T satmış olur və ümumilikdə 360 kitabı var idisə, 30 T-ni satıbdırsa, onda 360 çıxaq 30 T qalır. Və bu nəyə bərabərdir? Jalə bir günə 10 dənə satırsa, onda T günə 10 T satır və qalan kitab sayda 200 çıxaq 10 T olur. Və bunlar bərabərdir bir-birinə. 200-ü sola keçirdik, 30 T-ni sağa, onda 20 T bərabər olur neçəyə? 160-a. T də bərabərdir neçəyə? 8-ə. Deməli 8 gün satandan sonra bunların kitabları bərabər olur. Deyil, indi Jalə nə qədər kitab satıb? Günə 10 dənə kitabdırsa, 8 günə də 80 dənə kitab olacaq. Bu da belə. Keçdik 25-ə baxaq. 25-də görək bizə nə deyir. Bax, özdə bu 24 tipli suallar buraxılışa tez-tez düşür. Bizə nə deyir 25-də? 25-də bizə nə veribdir? Deyir A 5 mənfi 2, B 3 mənfi 4. Nöqtələrinin simetrik olduğu nöqtə, bax bu nöqtələrin simetrik olduğu nöqtə. Mənfi 2x minus AY bərabərdə 19 düz xətlərin üzərində olarsa A parametrinin qiymətini tap. Bax, bunların birinci hansı nöqtəyə nəzərən simetrik olduğu nöqtəni tapaq. Həmin nöqtə bunların, bax belə deyək də, bu nöqtələrin, bu parçanın orta nöqtəsi olur. İndi orta nöqtəndə nətər tapırdıq? 5 ilə 3-ü toplayırıq, 8 edir, bölü 2-yə, bu edir 4. Y-i isə tapanda mənfi 2 ilə mənfi 4 toplayırıq, mənfi 6, 2-yə də bölündə neçə edir? Mənfi 3. Deməli, bax bu iki nöqtə, bax bu 4 mənfi 3-ə nəzərən simetrik nöqtələrdir. Onda bu nöqtədə, bu simetrik nöqtə deyir ki, bax bu mənfi 2x minus AY bərabərdir 19 düz xəttin üzərindədirsə A-nı tap. Üzərindədir deyirsə, aiddir deyirsə, həmişə gətirib nə qarardıq? Yerinə yazırdıq. X4-də Y mənfi 3-dür. 4-ü mənfi 2-yə vuranda mənfi 8 çıxaq 3-ə bərabərdir 19-a. Buradan 8-i bu tərəfə keçirsək, nədir? Mənfi 3-ə bərabərdir 27-yə. A da bərabərdir neçəyə? Mənfi 9-a. Bir də burada olar ki, mən biraz tez-tez izah edirəm. Hansısa bir sualı başa düşməsəz, belə rəylərdə də qeyd edə bilərsiniz, onun izahını verə bilərəm və yaxud da olar ki, tez-tez izah elədiyimə görə nəsə diqqətsizliyim olar, onu da rəylərdə qeyd edərsiniz, baxarıq. Deməli, burada indi digər suala baxaq, əlavə suallara. Deyir ki, tutumu 900 kub santimetr, hündürlüyü 12 santimetr olan silindir formasında stəkanda 600 kub metr su var. Deyir, stəkan boş hissəsinin hündürlüyünü tapır. Deməli, o stəkanın hündürlüyü 12-dir. Bəs bu
Bütöv tutumu nə qədərdir? 9-dur. Yəni hündürlük 12 olanda 9 tutumu var. Bəs bunun 600 kub metr su varsa, kub santimetr daha doğrusu su varsa, onda nə qədər su yoxdur burada? Nə qədər hissəsi boşdur? 300 kub santimetr hissə boşdur. Bəs görün o boş hissənin hündürlüyü nədir? X-dir. Buradan çarpaz vuracağıq. Olur nə? 900 vuraq x bərabərdir neçəyə? 300 vuraq 12'ye. Burada 300 ilə 900 gedir. Burada 3, burada 1. 3 ilə də 12 gedir. 4, 1. X də bərabərdir. 1'i də 4'ə vuranda 4. Deməli o boş hissənin hündürlüyü neçəymiş? 4 imiş. Keçdik buradan növbəti sonuncu sualımıza baxaq. Əvvəlcə biz burada şəkili çəkək. Deməli burada görək bizə nə deyir. Belə, buradan bir dənə, belə bir. Aha, digər bizə deyir də. Belə göstərək. Aha. Hə, bizə nə deyir indi burada? Deyir ki, bura A yazaq, bura F yazaq, bura D yazaq, bura T, bura C, bura 12, bura 17, bura 7. Bunlar belə bu şəkildə. Sonra burada da bir dənə perpendikulyarlıq yaranıbdır. Aha. Bizə nə deyir? Deyir ki, tərəfi 12 olan düzgün ABC üçbucağının. Düzgün ABC üçbucaq deyirsə, onda bu deməli, bu bərabər tərəfli üçbucaqdır. Düzgün üçbucaq hansı üçbucaqdır? Bərabər tərəfli. Burada 12'dir. Onda bax bu hissədə nədir? Burada B-də, burada 12'dir. Bax bu hissənin uzunluğu 12'dir. Deyir ki, B və C təpə nöqtələrində 10'a 7 və 17 uzunluqda CF və BT perpendikulyarlar çəkilibdir. Deyir, FT parçasının orta nöqtəsindən A nöqtəsinə qədər məsafəni tap. Bax, bu orta nöqtədir, düzdür. Onda biz burada fikir veririk ki, bax, burada yaranan bax, bu fiqur var. Bax, bu trapesiyadır. Trapesiyadır. Onda bu xət, bax, bu xət. Bax, bu xət, bu trapesiyanın orta xəttidir. Orta xətti tapanda da oturacaqları cəmliyib 2'yə bölürdük də. 7 ilə 17-nin cəmliyi 24, yarısı da 12 edir. Bu da burada, deməli, onda bu, bax, buranın uzunluğu 12 idi, düzdür. Bu bunun ağırlığında yarı bölür də 6 olur. Düzdür. Bu orta xət həm də belə deyək də trapesiyanın orta nöqtələrini birləşdirir. Düzdürmü? İndi bu burada onda hündürlükdür. Trapesiyanın hündürlüyünü tapanda A kökdə 3 bölək 2 düsturu ilə tapırıq. Bucaqlara görə də tapmaq olur. Bu da nə olacaq? 12 kökdə 3 bölək 2. Bu da bizə verəcək 6 kökdə 3'ü. Bura deməli neçəymiş? 6 kökdə 3'üymüş. İndi biz burada nə görürük? Biz burada görürük ki, bax bizdən, bax bilirsən hansı məsafəni istəyir? Bax bu qırmızı xətlə çəkdiyim, yəni AD-ni istəyir. Biz indi burada görürük ki, bax burada biz sarı rəngli bir düzbucaqlı üçbucaq yaranıbdır. Düzdür. Bunun katetin biri 12'dir, biri 6 kökdə 3'dür. Bizdən də AD-ni istəyir. Onda AD kvadratı nəyə bərabərdir? 12'nin kvadratı 144 edir. 6 kökdə 3'ün kvadratı isə 6'ın kvadratı 36, kökdə 3'ün kvadratı da 3 edir. O da 108. Onda AD kvadratı nəyə bərabərdir? 144 ilə 108'in cəmi edir 252. O da AD də bərabərdir nəyə? Kök altda 252. Buradan da neçə çıxar? Bu da 36 vuraq. 36 vuraq 7'dir. 36'dan 6 çıxır. Qalır 7. Kök altda 7. Cavab olur 6 kökdə 7. Sağ olun.